Paralel bir dünyada Gülnar Səfərova varsa, ki mən paralel dünyaya çox inanıram. Gülnar Səfərova varsa, başqa bir dünyada sən, onun nə səndən xəbəri var, nə də sənin ondan xəbərin var. Amma o bir həyat yaşayır. Bir dənə bilirsən ki, o çox xoşbəxtdir. Çox xoşbəxt bir qadındır. O Gülnar bu dəqiqə həyatı necədir? Nəyi var? Nə ilə məşğuldur? Sevdiyi şəxs yoldaşıdırmı, nişanlısıdırmı, sevgilisinin necə görünür? Uşaqları varmı? Bu dəqiqə hara gedirlər? Nələri alıblar, nələri qoyublar? Siz məni bu sualla ağlatdınız. Əgər paralel dünya olsaydı, bəlkə də mən hüquqşünas olmazdım. Güclü bir qadın olmazdım. Paralel dünyada özümü necə təsəvvür edirəm? Bir dənə həyət evim var. Şüşəli bir ev. Böyüklərdən üzr istəyirəm. 5 dənə övladım var. Çox uşaqlarım var. Güllər əkirəm həyətdə, çiçəklər əkirəm, göyərtə əkirəm. Xoşum gəlir. Əsas da petruşkadan. Sakit bir həyat, təbiətdə sakit aləm, sağlam aləm, güclü arxalandığın bir insan. O ki, yaşayırsan və bilirsən ki, geri dönəndə o insan hələ də orada durub, qaçıb getməyib və yaxud da səni yarı yolda buraxmayıb. Etibar elədiyin, həyatı təslim elədiyin bir insandan böyük bir ailə arzulayardım özümə. Yəni Gülnar orada çox xoşbəxtdir. İş qadını deyiləm, bəli. Evdar qadınam. Evdar qadındır. Pişirirəm piroqlar, uşaqlarım var. Belə bir həyat arzulayaram, paralel həyatda, bəli. Sakit bir həyat. O Gülnarla üz-üzə gəlsən və o Gülnar sənə desə ki, iş qadını olmaq istəyirəm, bax sənin kimi olmaq istəyirəm, nə deyərsən ona? Vaxtımı ayıraram, bütün yaşadıqlarımı oturub açıq formada danışaram. İndi kimi yox da, daha açıq. Düzdür, mən yetər qədər açıq danışdım sizinlə. Demək olar ki, bütün həyatımı qoydum verilişin qarşısına. Sizin bütün suallarınıza səmimi cavab verdim, amma daha açıq danışardım ki, yəni əsla o həyat sənə xoşbəxtlik gətirməyəcək, uğur gətirəcək, güclü eləyəcək. Bəlkə də mən indi 10 dənə kişidən güclüyəm. Amma xoşbəxt varam və yoxam, o sual altındadır. Son sual. Amma bu sualdan qaçma və tam həqiqətidir. Bax, bugün güzgüyə baxırsan elə bil ki. Və güzgüdəki Gülnar səndən soruşur. Gülnar, sən xoşbəxtsən? Cavabın ya hə, ya yoxdur. Yox. Deyərəm ki, güclüyəm, amma xoşbəxt deyiləm. Yəni, sual xoşbəxtsənin cavabı olardı? Yox. Və adətən güc arxasında çox ağrılar dayanır. Və bəli, güclüyəm deyə bilirik. Amma bəli, xoşbəxtəm deyə bilirikmi? Artıq növbəti verilişlərimizdə olacaq.